Salam dostlar, kanalıma hoş geldiniz. Bugün sizinle bir mövzu hakkında danışmaq istəyirəm. Hansı ki, bu mövzunu məndən bir dostum xahiş edir, bir izləyici məndən xahiş edir ki, bəs bu arada biraz məlumat ver. Bu adam məndən soruşdu ki, bu cavan bir oğlandır. O məndən soruşdu ki, bəs dayıcan, ne üçün əvvəllər bu qədər uşaqlar autizm xəstəliyindən doğulmurlar? Ne üçün indi uşaqlar autizmdən doğulurlar? Mən də qərara gəldim ki, indi Bazoğlu'nun xahişini yerinə yetirim və bu arada biz məlumat verim. Bu oğlan həqiqətən düz deyir ki, əvvəllər biz bunu ancaq kitablarda oxuyorduk ki, autizm nədir, nədən yaranır. Yəni biz onu praktikada görmürdük, yəni həyatda bir adamlar görmürdük. Amma indi elə demək olar ki, hər attıma autizm xəstəliyi uşaqlarla rastlaşır. Düzdür, buna xəstə demək olmaz. Yəni bu uşaqlar, belə insanlar cəmiyyətdən xaric eləmək lazım deyil. Bunlar yəni normal insanlardır. Yəni sadəcə bunlarda biraz çatışmazlıq var. Yəni bunlarda biz özünə qapanma var. Ondan sonra bunlar özləri cəmiyyətdən təzyiq olmağı sevirlər. Yəni bunlar özləri sevir, özlərilə məşğul olmağı, özlərilə söhbət etməyi, uşaq vaxtı özləri oynamağı filan sevirlər. Bunu adamlar böyüyəndə bunlar elə rəftar etmək lazımdır ki, yəni ki bunlar psixologlar, yəni məşğul olmalıdır ki, bu uşaqlar yeni cəmiyyət üçün yararlı insana çevrilsinlər. İndi mən deyim ki, nədən bu qədər çox autizmli uşaqlar doğulur? Ona görə ki, baxmayaraq ki, mən nə qədər deyirəm, hələ mən nə qədər deyirəm, başqa həkimlər deyir, efirə çıxıb deyirlər, öz YouTube kanalına deyirlər ki, hamilə olarkən qadının özünün xüsusi qidası olmalıdır. Yəni, qadın hamilə olarkən hər nə gəldi, onu yeməməlidir. Yəni, qadın hamilə olarkən əsəbləşməli, stres falan keçirilməlidir. Ondan sonra qadının əhvalı çox yaxşı, hərmə olarkən qadının əhvalı çox yaxşı olmalıdır. Yəni, hər nə gəldi deyəndə mən deyirəm, məsələn, mağazada satılan istənilən şirniyyatı alıb yeməməlidir. Ondan sonra, məsələn, karpasa, mən bundan bir şey deyirəm ki, bunları yeməməlidir, hamilə qadın. Ondan sonra siqaret çəkməlidir, ondan sonra pivə içməməlidir, ondan sonra içkilər içməməlidir. Ancaq indi mən rast gələm, mən görürəm ki, hamilə qadını gedib tükana bir dənə hel aldı və içə-içə su tükür marketdən. Bu çox pis haldır, xoş gəlməz bir haldır və belə hallar çox rast gəlinir və ona görə də indi məsələn autizmli uşaqlar doğulurlar. Yəni, həm də onlar irəli gəlir ki, qadınlar hamilə olarkən yəni çox əsəbləşirlər, stres düşürlər. Bu da onun nəticəsidir ki, yəni belə uşaqlar doğulur. Bax, ona görə də əgər kim istəyir ki, uşağı normal doğulsun, ona görə də hamilə olarkən qidasına fikir verməlidir. Mən həmişə demişəm, yəni deyirəm ki, hamilə qadının əsas qidası fol turşudur, B9. Bu da hardudur, bu demək boğda düzəlmişində. Mən bunu dəfələrlə demişəm, yenə deyirəm. Mənim öz kanalımda bu haqda geniş məlumat var. Boğda necə düzəldir, necə istifadə olunur. Bax, boğda düzəlmiş ki, hamilə qadının əsas qidası boğda düzəlmişidir. Yəni, fol turşu B9 vitamini. Hamilə qadına bundan demək olar ki, hər gün istifadə etməlidir. Hər gün. Bir qaşıq da olsa bundan istifadə etməlidir ki, gələcəkdə normal, sağlam uşaq dünyaya gətirilsin. Ondan sonra, məsələn, lazım olmayan qidalar deyil, ondan sonra, nə bilim, xarqans deyirlər, abır-zıvır qidalar, ondan sonra cürbəcə, nə bilim, karpasa, sasiska, ondan sonra energetik içkilər, fanta, kola filan bunlar içməlidir. Ondan sonra, yəni, fast food yeməklər, dönər filan, belə şeylər yeməlidir hamilə qadınlar. Yəni, normal rasional qidası olmalıdır. Şirniyyata uzaq dayanmalıdır. Və şirniyyat istəsidir özü üçün, özü hazırlamalıdır özü üçün. Yəni, təbii, biogen qida özü üçün hazırlamalıdır. Və sonra da əgər deyək ki, uşağı autizmlə doğularsa, ondan sonra da onun qayğısına qalmalıdır. Yəni, normal uşaqdan daha çox autizmli uşağın qayğısına qalmalı lazımdır. Onun azını çəkmək lazımdır. Onun elə rəftar etmək lazımdır ki, uşaq cəmiyyətə adaptasiya olursa, öyrəşə bilsin.
Belə uşaqlar həqiqətən də çox məşğul olmaq və onları elə hazırlamaq lazımdır ki, bu uşaqlar cəmiyyətə alışa bilsinlər. Çünki bu uşaqlar həqiqətən autizm odur ki, belə uşaqlar özlərini təcrid edirlər, hər kəsə və hamıdan. Əgər evdə başqa uşaq varsa, oynamır, ya heç ata ilə danışmaq istəmir, bu adam təcrid olmaq istəyir. Yəni, biraz qəlbə xasiyyətlər olur. Ona görə də bunları adi həyatı araşdırmaq üçün, gündəlik həyatı araşdırmaq üçün biraz çalışmaq lazımdır. Bu psixologlardan çox şey asılıdır ki, bunlar da kömək etsinlər valideynlərə. Ona görə də çalışın ki, hamilə olarkən xanımlar, çalışın ki, hamilə olarkən qidanıza fikir verin və əsəb stres keçirməyin ki, gələcəkdə sağlam evlat dünyaya gətirəsiniz. Və bu oldu mənə sual verən insanın mənim cavabım. Bir deyirəm ki, əgər kim istəyirsə ki, evladı sağlam dünyaya gəlsin, hamilə olarkən, atadan da burada çox şey asılıdır ki, ata da gəlir ki, xanımı əsəbləşdirməsin, anaya kömək olsun, ata da ona kömək olsun. Bir də ki, bir şey var. Hamilə olarkən geyiminizə fikir verin. Hamilə olarkən mən görmüşəm ki, mən uşaq olda gördüm ki, hamilə qadınlar biraz gen paltar giyinir, biraz gen paltar giyinirlər. Amma indi hamilə olarkən bu hamilələri gizdirmək üçün qara parçalı dar şalvar giyinir və bir sindik parçalı bir kofutu giyinir. Axı bu lazım deyil, bu hamilə qadın, niyə sən hamilələri gizdirdirsən? Hamilə qadın ən gözəl qadındır. Ümumiyyətlə, hamilə qadın qara rəng giyinməz və sindik parçadan bir şey əynə giyinməz. Nə at paltarı, nə üst paltarı. Biraz gen olmalıdır. Adamın əynə biraz ketan parçadan biraz gen giyinməlidir əynə. Yəni, dar şalvar giyinib ortada çıxmaq lazım deyil. Mən işləyirəm, yaşlı aptəkdəyəm. Bir xanım vardı, akademiyada işləyirdi. Rəhmətə gedib sağ rəhmət etsin. Yaşlı qadın idi. Əgər salamat Allah canı salamat etsin. Başvalı bir xanım idi. O səsiz gəldi, yaşlı aptəkdəyəm. Bir gün gəldi, mənə dedi ki, sən niyə burada oturmuşsan? Deyim ki, neyim ki, xanım? Deyirsən, çıx parka, orada park var idi. Yəni, Filarmoniya parkından biz girdik yaşlı aptəkdəyəm. Deyim, bir də çıx o parka, orada xanımlar deyirlər ki, hamilə qadın gezir, qara parçadan dar şalvar giyinib. Onlar deyirlər ki, belə giyinmə olmaz. Mən dedim ki, siz niyə demirsiniz? Siz xanımsınız, siz daha yaxşı olur. O da mənə dedi ki, mən dedim, mənə deyir ki, sən dəlisən. O xanım həqiqətən çox savadlı xanım idi və çox da belə sadə səmimi insan idi. Həqiqətən də xanımın dediyində bir həqiqət var ki, o demək ki, xanım elmi adam idi. Dar parçadan insan əgər hamilə olarkən, xanım hamilə olarkən ortasını sıxarsa, gələcək uşağı dünyaya gəlir, kələ daxili təzyiqlə. Bu da bir dərddir ki, uşaqlar doğulurlar kələ daxili təzyiqlə. Bütün bunların qarşısını almaq üçün siz giyimizə, hamilə qadınlar giyimizə fikir verin. Hökmən qara rəngdə paltar ümumiyyətlə heç giyinməyin, heç giyinməyin. Məsələn, mən uşaq olanda heç vaxtı mən görməzdim ki, ya hamilə qadın, ya hamilə olmayan qadın heç kim qara giyinməzdi. Təkcə qoca nənələr, o da yasa gedəndə qara giyinənlər. Amma indi elə toy gedirsən qaradır, yasa da gedirsən qaradır. Bilmirəm, bu qara rəngdə nə var ki, bunu giyinirsiniz? Deyirlər, qara rəng adamı yaşlı göstərir. Amma əbi yoxdur, qoy yaşlı göstərməsin səni, amma ki, sağlam olasan, canın salamat olsun. Çalışın ki, bax, bütün bunlara əməl eləyin, bir giyiminizə fikir verin ki, əyninizə normal, biraz gen paltar, rahat paltar giyin, rahat olsun əynimizə. Giymimizə fikir verin və bir də fikir verin ki, əsəbləşməyəsiniz. İndi elə bir hal rast gəlir ki, adamlar hər addım başı əsəbdir. Bir söz deyən kimi ki, məsələn, qaynana deyir ki, qızım, bunu buradan götür, bura qoy, əsəbləşdir ki, niyə sən bunu mənə dedin? Nə olsun ki, səndən böyük dedi. Hər şeyi yəni onu ciddi qəbul edib əsəbləşmək lazımdır. Və əsasən hamilə olarkən biraz diqqət edin ki, əsəbləşməyin, əsəbləri sakit olsun ki, gələcəkdə sağlam normal uşaq dünyaya gətirəsiniz. Çox danışıq vaxt uzalmaq istəmirəm. Bugünlük bu qədər, gələn görüşlərə qədər. İnşallah ki, gələn
gələn dəfələrdə daha maraqlı mövzularla danışaram sizin haqqında. Kim ki kanalıma abunə deyil, kanalına abunə olun və videoları bəyənin, paylaşın ki, daha çox adam faydalansın. Bu qədər, bugün bu qədər. Gələn görüşlərə qədər diqqətinizə görə sağ olun.